Salam. Salam. Mən Kənan Zülfüqarov Kürdəmir İctimai Nəzarət Təşkilatının, regional təşkilatının sədriyəm. Sizi çəkməyə bizə icazə verirsiniz. Hə, verirəm. Xahiş edirəm özünüzü təqdim edəsiniz. Məmmədova Sənübar Qaraqızı, Kürdəmir rayonu Çilyan kəndi. Bizə nə üçün müraciət eləmişsiniz? Sizi bu öy haqqında müraciət eləmişəm ki, aprel-may aylarında bizim həyəti yağış suyundan həyətimiz dolu olub. Bizim əl motoru ilə zadla çəkmişik, suyun içində qalıb bizim öylər. Sizdən xahiş edirəm, xəstə adamam, yoldaşım da xəstə. 7 baş kirpətük, oğlum 5 baş, 2-də biz, 7 baş kirpətük. Öylərimiz yarıq-yürük olub. Azca çat var idi. İndi görürəm ki, yavaş-yavaş genişlənir. Bir neçə yerdən genişlənir, qorxuruq. Gecə qorxulu yaşayırıq, yatırıq. Qorxa-qorxa yaşayıb yatırıq bu evdə. Sizdən xahiş edirəm, artıq dərəcə prezidentimizə, fövqəladə deyə də bilmirəm, fövqəladə naziriyindən bizim öyləri yoxlanış eləsinlər. Evladımın 3 uşağı var. Körpə-körpə. Qorxuruq yaşamağa. İlham Əliyevdən, prezidentimizdən xahiş edirəm. Fövqəladdən xahiş edirəm. Bizim evə baxış keçirsinlər. Hörmətli izləyicilər, mən çəkiş etdiyim, yəni Sənübar Məmmədovun özü bizə müraciət eləmişdi. Məlumat üçün bildirmək istəyirəm ki, yəni onlar xəstədirlər. Onların da bir oğlu var, onun da ailəlidir, 3 övladı var. 7 nəfərdən ibarət onlar. Bax, bu həmin evdə, yəni baba bu həmin evdə çatdaq olan evlərdə yaşayırlar. Hal-hazırda Sənübar Məmmədovun müraciəti hörmətli prezidentimizə və Fövqəladə Hallar Nazirliyinədir. Biz də Fövqəladə Hallar Nazirliyindən könüllü ictimai nəzarətçi olaraq xahiş edirik ki, bu evə baxış keçirsinlər. Çəkilişi çəkdi Kənan Zülfüqarov, Kürdəmir Regional Təşkilatının sədri.